gergin bir anda bunu aldım. Onu da ben bilirsiniz ki ben bir jurnalist olarak bugüne kadar mövqeyim, fəaliyyətim Cənab Prezident tərəfindən qiymətləndirilib. Mən bugün 2005-ci ildə tərəqqi medalı, onun arxasınca əməkdar jurnalist və yazılı mediada yazdığım araşdırmalar, ictimai siyasi proseslərlə ölkə daxili, ölkə xarici yazılarımız, köşələrimiz, araşdırmalarımız, dünyanın ən məşhur liderləri ilə müsahibələr, yəni o qədər böyük bir gərgin əmək yolu keçmişəm ki, yəni mən hər dəfə Cənab Prezident tərəfindən təltif ediləndə göz yaşlarımı tökmüşəm. Çünki həqiqətən də çətin yol keçmişəm. Amma hər dəfə o yolları keçəndə və onun nəticəsi uğuru göstərəndə ata-anam mənə sarılıb, mənimlə birlikdə ağlayıblar. İndi bu günləri mən elə efir gedəndə, mənə göndəriləndə bu, çox doldu gözlərim. Çünki indi mənə baxıb, atam olsaydı hemen məni yığacaqdı, deyəcəkdi, kızım təbrik edirəm, uğurlarım bol olsun. Uğurların bol olsun, Xoşqədəm xanım. Atanın, ananın o yaşda necə xidmətində durmuşsan? Valideynizə qarşı siz... Yox, yəni, valideynlərimiz o dünyada olsalar da, amma onlar bizim uğurumuzu görürlər. Axı, ay, Xoşqədəm xanım, siz artıq müəyyən şeyləri çoxdan dərk edib, kamilliyə doğru gedən insansınız. Bunu ağlama. Onlar mübarəkdir, təbrik edirəm. Çox sağ olun. Bağışlayın, tamaşaçılarıma. Təbrik edirəm. Çox üzr istəyirəm tamaşaçılardan. Həqiqətən mənim bütün uğurlarımı valideynlərim sevinib. Bugün də mətbuatın 150 illiyi ilə bağlı təltif edilmişəm. Teşekkür ederim. Teşekkür ederim herkese. Minnettarım. Eyleşin. Lütfen eyleşin. Lütfen eyleşin. Lütfen eyleşin. Herkese teşekkür ederim. Ve bütün tamaşaçılarımdan üzr istəyirəm. Çünkü benim Cənab Prezidentin imzası ilə verilən hər bir mükafat bu ölkədə ən dəyərli mükafatdır. Təbii ki, ölkə başçısının apardığı daxili və xarici siyasət xalqımız tərəfindən çox böyük, necə deyim, dəstəklənir. Və bu da onun bir nümunəsidir. Mən Nailə xanım yenə deyirəm, həm 2005-ci ildə tərəqqi medalı, həm əməkdar jurnalist kimi təltif ediləndə, yəni ondan sonra mənim üçün heç bir mükafat, yəni çünki Cənab Prezidentin qiyməti, o keçdiyim əzablı, çətin, tək mübarizə aparmışam. Mən burada qadınları görəndə uşaqlarını atan, kirayədə də yaşamışam, evsiz də olmuşam. Amma heç vaxt ədalət, heç vaxt dürüstlük, heç vaxt yolumdan dönməmişəm.
aldığım zərbələr, amma valideynlərim yanımda olubdu, ona görə güclü olmuşam. Ona görə mən bütün övladlara deyirəm, ola bilər valideynlər sizin qəlbinizə dəyib. Bəlkə də bilirsiniz niyə ağladım mən. Ayşə, yenə deyirəm, mən Ayşəyə atasının dediyi sözləri qulaq şahidi olmuşam deyə çox qınamıram. Amma yenə də bir anlıq mənim göz yaşlarım o hadisəyə görə də, biləsiniz. Mən özümü tutacaqdım yenə. Amma mən fikirləşdim ki, mən o mükafatı alanda efirdə anamgil axı mənə baxırdı. Onlar indi, mən efir bitməmiş atam göz yaşları ilə könkürərək qızım səni təbrik edirəm deyərdi. Ona görə valideynləriniz həyatdadırsa, qəlbinizə dəyibsə, atanız, ananız sizi incidibsə, lütfən onları bağışlayın, lütfən onlara sarılın, onları qucaqlayın, onları bağışlayın, xahiş edirəm sizdən. Yəqin ki, aranızda bir dənə az da olsa sevgi bağı olubdur. Onları itirəndə o gəlib sizin yadınıza düşəcək və siz yanacaqsınız. Siz odlanacaqsınız, siz deyəcəksiniz, ay Allah, bircə dəfə ona sarılıb məni bağışla deyə bilərdim. İnanın mənə ki, bu belə olacaqdır. Onun üçün həyatdaykən onların bütün səhvlərini bağışlayın. Neyse.